Ravi deyir ki, Ummül müminin, möminlərin anası, Ümmü Abdillah və Ayşə anamızın künyəsini qeyd edir. Ayşə anamızın künyəsi Ümmü Abdillah idi, Abdullahın anası. Baxma ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə övlad dünyaya gətirməsə də Ayşə anamızın övladı olmuyor. Künyə də bilirsiniz. Biri var insanın adı, bir də var künyəsi. Künyə ləqəb deyil. Ad başqadır, künyə başqadır, ləqəb başqadır. Nəsəb başqadır. Nəsəb bizim dildə soyad. Aydındır. Məsələn, filan kəsdir, adı Əlidir. Nəsəbi məsələn Haşimi, Qureyşi, Təmimi. Bu bunun nəsəbidir, soy ağacıdır. Ləqəbi də ki, cürbəcür ləqəblər ola bilər. Seyfullah, Əsədullah, Allahın qılıncı, Allahın aslanı. İnsanların öz aralarında ləqəbləri var. Ləqəb başqadır, nəsəb başqadır, ad başqadır, bir də var künyə. Künyə adətən necə olur? Filan kəsin atası, Əbu Bəkr, Əbu ilə başlayır və ya filan kəsin anası. Və Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən çox hədis rəvayət edən 7 sahabədən birisidir. O 7 sahabə ki, Allah Rasulundan 1000-dən artıq hədis nəql ediblər. Və onlardan birisi də möminlərin anası Ayşə radiyallahu anhədir. 2200-dən artıq hədis. 2210 hədis nəql edib. Və bu hədislərdən 174-ü üzərində Buxar və Müslim ittifaq ediblər. Və demək olar ki, Ayşə anamızdan sonra ən çox hədis nəql edən qadın sahabə Ümmü Sələmədir. Təxmini 300 hədis olmalıdır. İndi biraz az, biraz çox ola bilər. 300 hədis civarındadır. Və ümumən, istər Ümmü Sələmənin, istər digər möminlərin analarının və ya digər sahabə qadınların, bütün sahabə qadınların Ayşə anamızdan başqa rəvayət etdikləri hədisləri toplasaq, təkcə Ayşə anamızın rəvayət etdiyi hədislərin sayının yarısına gəlib çata bilmir. Və Ayşə anamız barədə çox danışmağa ehtiyac yoxdur. Çünki həm mənziləsi, fəziləti və həyatı bəlli olan sahabələrdəndir. Radiyallahu anhə. Buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rasulü aleyhissalatu və səlləm belə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhvərad. Kim bizim bu dinimizdə olmayan, bizim fi əmrinə həzə bu işimizdə, yəni bu dinimizdə olmayan, yəni bu dinimizə heç bir adiyyəti olmayan bir şeyi sonradan ortaya çıxarar, uydurarsa fəhvərad, yəni mərdud. O rədd olunur. O bidəti ortaya çıxaranın özünə. Yəni Allah belə bir əməli qəbul etmir. Və bu hədis biz İnnəməl ə'malu bin niyyət hədisinin şərhində qeyd etmişdik ki, İmam Əhməd rahmehullah deyir ki, Usulül İslamə alə thələthətə əhadis. İslamın təməli 3 dənə hədis üzərində qurulub. O 3 hədisdən də birisi bu idi. Biri İnnəməl ə'malu bin niyyət hədisi, bir bu hədis, bir də bu hədisdən sonra gələn hədis, gələcək hədis, 6-cı hədis. Halallar da bəllidir, haramlar da bəllidir və aralarında bəzi şübhəli şeylər var. İmam Əhməd rahimehullah deyirdi ki, İslamın əsasları bu 3 hədis üzərində qurulur. Nə üçün? Qısa olaraq, çünki İslamın hökmləri ki var, şəriətin əhkamları 2 hissəyə bölünür. Bir qadağalar, bir də əmrlər, əməllər, ibadətlər. Bu hədis ki var, halallar da bəllidir, haramlar da bəllidir, halallarla haramlar arasında şübhəli şeylər var. Bu hədis nəyə aiddir? Haramlara. Doğrudan da kim bu hədisə əməl etsə, Allahın izni ilə heç bir harama düşməz. Nəinki özünü haramdan, hətta şübhəli şeylərdən də qoruyar. Sonra nə qaldı? Digər hökmlər. Nələr? Allahın əmirləri, yəni əməllər, ibadətlər. Və bütün əməllərin, bütün ibadətlərin qəbul olunması üçün də neçə şərt var? 2 şərt. Bir ixlas, bir də sünnəyə tabiçilik. İnnəməl ə'malu bin niyyət hədisi nəyin dəlili idi? İxlasın.
Bu hədis nəyin dəllidir? Sünnənin. Ki, insan bir əməl edirsə, ibadət edirsə, deməli o əməl sünnəyə müvafiq olmalıdır. Sünnəyə müvafiq olmasa fəhvə rad. O rədd olunur. Ona görə İmam Əhməd rahimehullah deyirdi ki, İslamın təməli bu 3 hədis üzərindədir.